Sosial şəbəkələrdə nə qədər vaxt keçirirsən? Əvvəlcə onu deyim ki, belə etməsən elə olacaq, vaxtını boşa xərcləsən, həyatı puç olacaq deyə səni motive etməyəcəm. Nəticədə bu sənin həyatındır və necə istəyirsən, elə yaşayarsan. Bu videoda sənin üçün niyə Cyber Wellness-i seçməlisən və necə qazanacaqsan bu barədə məlumat verəcəm. Cyber Wellness-i niyə seçməlisən? Çünki iş vaxtı sərbəstdir, iş yeri sərbəstdir və iş yerini və vaxtını özün seçirsən. Harda, neçə saat işləyəcəyinə sən qərar verirsən. 1996-cı ildə Tatyana Qaraxovskaya bu işə başlayanda ailəsi bunu qohumlardan gizlədirdi. Çünki o dövrdə marketinq, yəni şəbəkə biznesi işi ayıb sayılırdı. Amma indiki dövrdə demək olar ki, belə bir situasiya yoxdur. Qeyd edim ki, bu dövrdə artıq telefon həyatımızın əsas bir hissəsinə çevrilib. Onsuz heç bir yerə gedə bilmirik. Və bu işin özəlliyi ondan ibarətdir ki, sadəcə telefonla idarə edə bilərsən. Telefonda sosial şəbəkələrə keçirdiyin vaxtı işinə sərf edərək evdən oturduğun yerdən gəlir əldə edə bilərsən. Yəqin ki, telefonun yaddaşında 50-dən çox əlaqə nömrəsi var. Və ən asanı isə hər gün WhatsApp-da status paylaşaraq bu biznesə başlaya bilərsən. Hər gün bu paylaşımı etməkdə məqsəd nədir deyə soruşsan, məqsəd məsləhət etməkdir. İstifadə edib nəticəsini gördüyünüz məhsulları sadəcə məsləhət edirsiniz, istifadə edirsiniz və həqiqətən də nəticə görürsünüz. Çünki məhsullar çox keyfiyyətlidir. Məsləhət edərək bəs necə qazanacam deyirsənsə, tutaq ki, mən hər hansı bir məhsulu istifadə etdim və xeyrin gördüm. Bunu bacıma və yaxud da rəfiqəmə deyirəm ki, bu çox möhtəşəm məhsuldur. Məsələn, bununla bu nəticəni əldə etmişəm. Və bu məhsulda o da götürür, o da istifadə edir və onun da çox xoşuna gəlir. O da öz növbəsində öz rəfiqələri ilə paylaşır. Yəni bu həqiqətən də belədir. Və beləliklə sənin müştərilərin yaranır və bundan başqa sən özün üçün komanda yaradırsan. Məsələn, sənin hər hansı məhsul götürən şəxs onu endirimlə almaq istəyirsə, ona təklif edirsən ki, gəl özün qoşul və endirimlə götür. Alış-veriş et. O alış-veriş edərək həm alış-veriş etmiş olacaq, həm də gəlir qazanacaq. Və o da öz növbəsində nəticə gördüyü məhsulu öz rəfiqələrinə məsləhət edərək rəfiqəsi də endirim istəyəcək və o da qoşulacaq. Nəticədə nə baş verir? Sənin böyük komandan yaranır. Bundan başqa şirkətin marketinq planı çox əlverişlidir. Burada rəqəmlər də səni yormaq istəmirəm. İşləməyə başlayanda özün görəcəksən. Hətta avtoproyektdə 1 ildən az müddətdə çata bilərsən. Məsləhət etməkdən qorxma. İnsanları bura işə dəvət etməkdən qorxma ki, onlar qazanacaqlar, mən qazana bilməyəcəm. İnsanları qazandır ki, sən də qazana biləsən. İş təklif etdiyin hər bir kəs sənin komandan olacaq. Qorxma ki, onlar səndən çox qazanıb səni keçərlər deyə. Düşünmə ki, mən onu qeydiyyatdan keçirdim, o artıq özümə məhsul alacaq. Məndən heç kim heç nə almayacaq. Yox, bu belə bir şey yoxdur. Məhsullara tələbat günü-gündən artır. Çünki hamı təbii və keyfiyyətli məhsullar axtarırlar. Və şirkət özü yeni əməkdaşlara əlverişli təkliflər edir. Hər həftə endirimlər olur, aksiyalar keçirilir. Endirimli məhsul əldə etmək üçün daimilik klubu, 200 klub və s. də var. Və burada sənə ancaq işləmək qalır. Məhsulları göstərmək, məsləhət etmək, marketinq plan barədə, məhsullar barədə məlumat vermək. Bəs məlumatım yoxdur deyirsənsə, saytda hər bir məhsulun istifadə qaydası, nə üçün olduğu kimi məlumatlar mövcuddur. Bundan başqa liderlər təlimlər keçirlər və bu tamamilə ödənişsizdir. Marketinq plan üzrə işləməyi, bütün məhsulların istifadəsi haqqında məlumatları, hansı məhsul nə iş görür, hamısını öyrənəcəksən. Əsas başlamaqdır. Düşünməyə, dayandırıb başlamaq qərarına gələndə mənə müraciət edə bilərsən. Sənin də qazanmağın üçün bir yerdə çalışacağıq. Hələlik.